Nə inanmışsan? 1, 3, 4. Cavablar yadınızdan çıxıb. Cavablar bayaq yoxlamışdım, problem yoxdur. Yenə də bu dəqiqə Qaqan həll eləyəcək. Vergül, vergül, tire vergül. C mi yazıbsan Yusuf? Ha, C-dir, ha. 1, 4'dür, bu da düzdür. Buradan uzaq düzdür, özündən çıxmaq düzdür. Aqil, bəli, bu da düzdür. Ay, maşallah. 2, 3, 4, 5 bu artıq əzbərlənmiş sualdır, onu təzədən oxumaq. 1, 3, 5, 4 bu da düzdür. Təhsilini artırar, mübtəda qoyuruq yerinə. Bu da düzdür. Nənə sana qurban, bu da düzdür. Qrammatik ona 0. Maşallah, maşallah. Açıq suallar deyirsən, yadındadırmı? 1, 2, 4. 1, 2, 4. Uzaq görə vəziyyəti dəyərləndirər. Bəli, bəli, 1, 2, 4'dür. Hansı cümlə mətnindən çıxartma? Burada bir dənə 5'i çıxırdıq. Bununla bağlı nə qədər sual işləmişik? Bax, görsənmi? Əvvəlki cümləni oxursan, sonraki cümləni ortadakı cümləni çıxartırsan, rabitə edir. Səhv köçürmürsən ora? Yox, düz B-dir, maşallah. 2, 3, 4, bəli, burada atın cilovunu çəkmək həqiqi mənada deyə çıxırıq bunu. Bu da düz. B-dir, 2'yə, bizi dəqiqə burada necə idi? 2'yə A yanlışdır. Ha, bunu təbii ki bilmirik. A variantı. Çox həyəcan yapma. 2 ilə 5. 2 ilə 5. Hə, bəli, bu da düzdür. Deməli, tünd qara hərflə verilmiş cümlənin mətn səciyyəvi. Burada nə eləmirsən? Məsələn, at ayaqlarının da yeri. Necə yazmışsan bunu? Özü yazmışsan. At ayaqları yeri. Toz duman qalxmışdı, toz duman aləmin başına bürümüşdü. Ayaqları çəkic kimi yeri döyəcəkdi. Yeri sanki şey eləyəcəkmiş kimi, sarsıda daxmış. Hə, tamam. Gülnaz qollarını oğlunun boynuna dola. Məsələn, qollarını burada nətər boynuna dolamalı? Oğlunun bir göz qırpımında dolayıb, onu qucaqladı. Bir göz qırpımında dolayıb. Tamam, inşallah ki orada da bir məcazlıq var, onu da düz götürürlər. Orada başqa söz yazmışdım deyəsən. Orada, məsələn, şey nədir? Təlatüm, nə yazmışsan? Səngimiş, yavaşmış, təlatüm yarandı, qarışıqlıq yarandı, çətinliklərdən məşəqqət. Tamam, inşallah bu da düzdür. Mətndə nöqtələrin yerinə gələn ifadələr. Bir planın baş tutmaması idi, bir də intiqam hissi idi. Düzmü yazmışsan? Elə, eşq olsun. O birisi işləyir oradakı cədvəllər. Cədvəldir. Təxmini yadında qalmayıb necə bir şey. Ehtimal düzdür. Cədvəldəki biri şey idi, bu hansı mətndir? O adamın i ilə başlayan adamın adı. İsrafil kişi. Hə, İsrafil kişinin 2 dənə xüsusiyyəti, xarakteri. Məsələn, qorxaq yaza bilərdim. Qorxaq yazmışdım, bir də Tamam. qəddar. Tamam. Bəs İsrafil ağa obrazı əsasında cədvəl doldurun, o necə bir şey? O buydu. Hə, bəs mətn əsasında cədvəl nə idi? O yadımdan çıxdı. Tamam, inşallah ki düz deyək buna da. Sən onsuz da bunların hamısını düz yazacaq. Tipdəsən. 1, 3, 5 tamamdır. 3, 1, 2 bu da doğrudur. 1, 4 bəli bu da doğrudur. B'yi AD bu da doğrudur. Burada isə 1, 2, 5'dir. Çünki burada avtomatik 4'ü çıxırıq. Bu da doğrudur maşallah. Onların hamısı Altından xətt çəkilmiş cümlədə uyğun düzəlişlər. Bax burada nə olmalıdır? İnkişaf yolu aşaraq aysolul keçərək düz. Öz ifasını yox, öz mövqeyini bəli, öz yerini qoruyub saxlayış olsun. O keçərək sözün müəllim arası 5 dəqiqə vaxt idi. Bu cədvəl o yadımdan çıxdı necə? Şey cədvəli idi deyəsən. Bir dənə tezis vardı. Hə, bir də 3 dənə şeyin yazdım. Hə, tamam. Tutasız adı Azərbaycanda xalçalarda naxış və təsvirlərdən istifadə. Tamam, əlasan. Cədvəlin boş hissələri, bunlar onsuz da primitivdir, bilirəm ki, bunları yazacaqsan. Əksini tapmış motivlərə başqa sənət sahələrində də rast gəlmək olar. Butanı yazmışdım. Başqa sənət sahələrində də rast gəlmək olar deyir. Nə buta? Şəhər salmada. Şəhər salmada, hə, tamam. Eşq olsun sana. Butana da, butayla yazmışdım. gəmi qaya rəsmlərini. Uyğun bənd nə idi? Hə, şey deyirdi. Keçmişdə, qədimdə, bir də indidə. Qədimdə olan fərqli şeylər də bildirirdi. O yuxarıdakı tik eləmişdim də. Bir məqsədi var idi. Hə, başqa İndikində isə məqsədi. Ay inşallah 100 ol. Belə yazsa Allahın köməkliyi ilə 100 balımız var Yusuf müəllimdə. Çünki qrammatikanın ona 0 yazmaq da hər oğlanın işi deyil. Maşallah olsun. Maşallah. Əlasan Yusuf müəllim. Əlasan. Uğurlar.